Deməli, Gədəbəydə təbiəti təmizləyirik. Əsasən plastik qablarla salafan paketləri. Deməli, uşaqlara demişəm ki, kim neçə dənə yığsa, plastik qabın biri 20 qəpik, salafanın biri 10 qəpik. Sən neçə manatlıq yığırsan? 11 manat 50 qəpik plastik qab yığmışam. 11 manat 50 qəpik. 12 manat sana. Orada yığıb, bax, burada da yandırıram. Bax, bunu tökənlərə, buradan bilirsən nə deyirəm? Özümdəki 200-300-dən çox, bax, əllərimin gününə bax. 200-300-dən çox, özümdə zibil qab yığıb yandırırıq bayaqdan. Səhər tezdən gələndən burada ancaq plastik. Sən neçə manatlıq yığıbsan? 3 manatda. 3 manatda sən. O birisilər də düşmək istəmir videoya. Onların da pulunu, onların da indi verəcəm pulunu. Ümumilikdə bax, oturduğumuz ərazini bütün təmizlədik. Əziz insanlar, gözəl insanlar, sizdən artıq dərəcədə xahiş edirəm. Təbiət anadır. Yəni bax, həqiqətən deyirəm ha. Təbiət anadır. Burada nə cür rəftar edirsinizsə, eynən elə bilin ki, öz ananızdan o cür rəftar edirsiniz. Xahiş edirəm. Belə nətər deyim sizə, yəni ayıf deyil, olmaz. Bax, gün güya gəlmişəm rayonumda istirahət eləmə, zivil yığıram burada. Bunu eləyənlər ən qanacaqsız, cəmiyyətin ən tərbiyəsiz adamlarıdır. Ən tərbiyəsiz adamı. Bir plastik qab 1000 ilə çürüyür təbiətdə, 1000 ilə. Təsəvvür edirsiniz, siz bir dənə o plastik qabı bura atıb getməklə nə qədər təbiətə zərər vurursunuz. Deyirəm də, anadır təbiət. Nə cür istəyirsiniz rəftar eləyin. Olmaz, bu günümüzə bax, uşaqlarla bax, 4-5 dənə uşaq oradadır hələ. Düşmüşük, bütün radius təmizləmişik buraları. Vallahi, eləməyənlər, Allah köməyiniz olsun, eləyənlər sizə də ayıb olsun.